خب آیدش اجازه زدن اجازه بگیرسید. بسم الله الرحمن الرحیم. آیه 52 به بعد سوره بقره توضیحات نرسیدیم. آیه 54 به بعد بعد 54'ün özün oxuyuram da. Əuzu billahi minəşşeytanirracim və iz. Barha izi mənə eləmişik. İz yəni günlərin bir günündə. Arif mənə dilərlər, xanım da arif mənə elədi. Günlərin bir günündə Hz. Musa'nın dastanını buyurur. Hz. Musa'nın dastanını biliyor. İndi Hz. Musa Misirdən duyub gəlib Asiyaya. Bu Asiyadır. İndi Dəryaya Mediterananın kənarında, Filistində o məntəqədə bu söhbətlər təhqiq tapıb. Günlərin bir gündə Musa qovmuna dedi: ey mənim qovmum, innəkum siz zələntum ənfusakum, özünüzə zülm elədiniz. Bu ənfusakum bu da 2 dəfə gəlib bu ayədə. Mən müddətlərdir bu bəhsi mətəh eləmişəm. Müştərək ləfzi در Qur'an. Müştərək ləfzi o ləfzlərdir ki, ləfzi sabitdir, mənalar mütəfavitdir. İndi burada elə onlardan bir iz idi ki, əvvəldə gəldi. Bir də müştərək ləfzi o vajiyə, o ləfzə deyək ki, mənası tez dəyişilər, cümlədə müşəxəs olar. O ki, ha deyərəm ki, vaje در coğrafiyaya xass xod məni میدهد. O müştərək ləfzi mordindədir. Bir dənə mənaya sabiti yoxdur. Əğləb vajələr müştərək ləfzidir. در مقابل مشترک معنوی لفظیده بیرتی ولی معنالات متفاوت. مشترک معنوی یعنی همیشه bir mənası var. Başda sədə başlamış. Müştərək mənəvi o ləfzidir ki, həmişə, hər yerdə, hər şəraitdə bir mənası var. Hər zamanda, hər məkanda. Məsələn, həst, nist, vücud, ədəm. Bunlar ilə həmişə bir sabitdir mənası. Amma o vacələr ki, mənalar yeri dəyişilsə, dəyişilər, qərayini dəyişilsə, dəyişilər, ona deyək, müştərək ləfzi. Ki, bu cümlədə şimdi oxuduq, qalə müştərək ləfzidir. Çünki qalə bəzi yerdə qoftu mənasındadır, dedi. Bəzi yerdə soruşdu, porsid. Quranda qol da bu. İndi qol. Qol huvallahu əhəd. Bəqu, de. Amma Quranda əğləb qollar, yəni soruş şuna. Bepars. Şahid istəsəz, deyə bilirəm. İndi məsələn, Sure Yunus'un əvayilin, indi Sure Yunus'u bir araya içərisində tədris eləyəm. Sure Yunus'da ben nümunə gətirəm, ha ki, məsələn, qol nə mənələr var? Məsələn, ayə 34-da, Surə Yunus'da neçə dəfə qol gəlib? 34-da, 35-də, 36-də. Ayə 34 bu cür başlanır. Qol, həl min şürakaikum. Yəni mənə, dinə. Yani soru. Soruş şundan, bepars. Sonuç, dubara. Vəli sonra deyik, qol Allahu. O da begudur.
Vəli onun altındakı ayədə Qul həl min şurakaikum gene bepors. Sonra gene orada dördüncü qul Allahu. Bu da begudur. Bakın indi qul cahdan yani bepors cahdan be manayı begu. Buna diyor müşterek lafzi. Galim də var usta, bir də Quranda düşmən girəndə qal. O da qoldandır qal, qəvələdəndir, düzdür. Mənəm galim yadıma gələn. Deməli, düşmən girəndə qal. Mar və dərkərəf O qəvələdəndir ya qəyələdendi? Qəyələ. Ha, bu budur, bu da. Hə, o bir də qəyələdən var. Qəyələ. və zuhada. Ki diyor ki ticarette diyor ki egale. Egale yani be hemzeden muamele. O qəyələdən. Elə bu da anfusakumda da orada da. İki də anfusakumda. Bəli. Mənası fərq edir. Onu ərz elədim də. Elə ona xatir bu bəhsi mətrə elədi o. Elə Bəhrampura onu da Begu yazır. Hə? Kul hel min şurekaine Begu yazır. Bəhram Olsun da, o yazsın da. Deyirik ki, Bəhrampurun iradə iştibahi çoxdur. Xoş. İndi biz burada Bəqərədə yoxdur. Qeydim ora. Hə, nəzərim buydu ki, bu kələmat bu cürdür. İndi bu da 54'də. İndi enfusakum. Ey günlərin bir gündə dedi Musa qovmuna ey mənim qovmum siz zələmtum enfusakum. Siz özünüzə zülm elədiniz. Bu da enfusakum neçə mənası var? Behtərini bu da xoditan. به خاطر بای تعلیل ده به علت اینکه اتخاذ کمول اجله به خاطر گوساله پرستی الا اتخاذ مشترک معنوی ده بوده اتخاذ کمول اجله نه گوساله پرستی خب این لازم ده که el-eclə ki, orada da məhsufatı var. Siz bu ecli məbud tutdunuz özünüzə. Məbud məhsufdur burada. İndi bunu təhtəl ləfsi məna eləsək, yəni getdiniz, bir dənə qusalana tutdunuz. Elə bir məsələn qusala yolda gediydi. Getdiniz tutdunuz, indi tutdun, neyəsən zip eləyəcəksən, kəsəcəksən. Dersə hiç böyle kusalarını tutmadı. Esən irtibat daha yok idi kusalıyla. Esən bunlar əllə dəymədi kusalıya. Yəni bunlar məcazdır, həqiqət deyil. Yəni kusalı pərəsti kərdir. Bu da ittixaz daha məcazdır. Xoş, indi ki bir qələt eləyibsiz, fətubu. Tövbə eləyin. İla barekum Rabbinizin tərəfinə. Bare yəni xaliq, xaliqinizin tərəfinə. Faktolu öldürün enfusakum. Ariflər bir cümlə eliflər, fəqihlər bir cümlə eliflər, müfəssirlər bir cür. Oktolu enfusakum. Düz mənası budur ki, mücrimləri öldürün. Burada bir nəfər var ki, mücrimdir. Enfusakum yəni mücrimi tanrı, nə xodi tanrı. Nikukaran, bədkaran da. Təfsirdə də Mücrim, o da qələtdir, o da düzdür. Bədkaran, hər bədkar öldürməzlər ki. mücrim də. Mücrimi ki, vasibul qətlidir. Cəmdax anfusakum. Bəli. Anfusakum. Cəmdaxı. Yəni mücrim ha az xodi tanrı. Mücrim های tanrı. Bəs cəmdir da bərqəqət. Bəli, mücrim. Yox, bir nəfər demədim. Mütrim ha. Mücrim ha, enfus cəmdir. Mücrim های tanrı peyda bir üç nəfər var vasibul qətlidir. O üç dənə tapın, onu qətl etyin. Zalikum yəni bu ki siz mücrimi öldürürsünüz, mücazat eləyirsiniz. Xeyrun lakum. Sizin nəfizədir.
Dini Yahudda bu cürmüş. Mucrimi, bazı mucrimler öldürərmişlər. Xoş, indi Allah bilir, bilmir. Bunlar Allah'ın elminə rəbti yoxdur. İndi dünyada mucrimi öldürmək səhih deyil. Dünya qəbul eləmir. Gərək burada qanunquzar baxa vəziyyətə. Görə mucrimi öldürmək müfiddir ya müfid deyil. Qanunquzar gərək burada rəvanşinas ola, camiəşinas ola, hüquqdan ola, neçə dənə elmidən və neçə nəfər gərək əl-ələ bəyələr. Deyərlər ki, indi gərək mucrimini yığ. Gəh əhkam və qəvanin din bitdə mütəqiddir, əzəli əbədidir, o olan nəzəridir. Bitdə mütəqiddir, əzəli əbədi deyil. Məsələn, mən onlardanam ki, mütəqidəm qəvanin və dəsturat və əhkam din əzəli əbədi deyil. İndi vaxtı ki, deyib xanımın irsini az verin, zamanında idealmış. İndi bugün bu cavab vermir. Vaxtı cavab vermir, gəl təz nəzər oluna. Allah da deməyib ki, təz nəzər eləməyin. Allah harda qədəqən eləyib ki, mənim əhkamımda əl vursa göyə düşər. Allah özü barha qəvaninin dəyişibdir. Mürəttəb qanun qoyub ki, dəyişir. Qanun qoyub dəyişmək istəyir ki, bizə dərs versin. Deyilsin ki, siz də lazım olsa dəyişə bilərsiniz. Amma Ancaq gərək... Beyruz olar da. Bəli? Beyruz tərtib. Aferin. Ulema otururlar. Bəli. Ulema. Xanımlar hamısı əksərən şağildirlər. Bəli. Gəldiğim zaman xanımlar beçar idilər, düzdür. xanədar idilər. Allah deyibdi ki, iki bərabər kişi aparsın, bir Bəli, bərabər bəli. xanım. İndi camiəmizdə bəs fərq edir. Bəli, bəli. Xanımlar əksərən şağildirlər, özlərcə Dəramətləri var və bəli də. Ona xatir foqəhəcə, yürüşələr, oturarlar, bu məsələ həll edir. O Bəli. dəlil deyir ki, Quran iştibah eləmir. Yox, Quran iştibah eləmir. Mutab camiə ilə gərək təğyir. Bəli. Beyruz olar. Xoş, biz onu deyirik da, deyirik ki, deməyəcək ki, Allah bilir, əzəldən bilirdi, Allah bilir ki, gəl xanım qanun ola. Xanım gör ki, gözün qabağında haqq hüquq payımarlı necə qanun olsun. Elə bərəksidir. Zalikum bu xeyrun lakum. Behterdir sizə ki, Yahud dinində Həzrəti Musa deyibdi. İndi bunu da gətirib İslamda piyadə eləmək, düz işlər ki, mütəəssifanə İslamda piyadə olunur. Bu qanun İslamda çağı. Yahudilar qəbul eləmirik, cəhəl olan Olan qanun özümüzə qoyur. İslamda piyadə edilir. İndə barəkum.